Salam, hörmətli kanal üzvləri. Mən Elnurə Pirəliyeva. Bugün sizlərə Hüseyn Cavidin İblis əsərini təqdim edəcəm. Əsərdə gördüyümüz kimi, təbii ki, ilk pərdədə başlamadan əvvəl biz müxtəlif obrazları görürük. Əsərdə olan İblis, Mələk, İxtiyar, Şeyx, Xavər, Arif, Vasif və digərləri. İlk pərdə başlayır Bağdad civarında. Və burada göstərilir ki, bir qülbədir. Qülbədə Arif var və fikrə, xəyala dalıb. Və ardınca İblisi görürük, məmnun qəhqəhələrlə. Təbii ki, İblis məmnun olacaq, çünki hər yerdə fəlakətlər baş alıb gedir. Bundan da İblis fəxr edir və görün nə deyir? Deyir, dəryalərə hökm etmədə tufan, səhraları sarsıtmada vulkan, sellər kimi axmaqda qızıl qan, canlar yaxar, evlər yıxar insan. Yəni, İblisin bu nitqində görür ki, İblis fəlakətləri deyir və bu fəlakətlərdə kimi günahkar görür insanı deyir, canlar yaxar, evlər yıxar insan. Sonra qəhqəhə çəkir. Bunun ardınca biz mələyi görürük. Bunlar təbii ki, ikisi də bilirsiniz ki, mələk də, İblis də, yəni real obrazlar deyil. İndi mələk, ya Rəbb, bu nə dəhşət, nə fəlakət, Allaha müraciət edir, ya Rəbb, bu nə vəhşət, nə zəlalət, yox kimsədə insaf-ı mürüvvət, İblisə mi uymuş bəşəriyyət? Mələk isə fikirləşir ki, bu dəhşətin, fəlakətin səbəbini ya Rəbb nədədir? Və sonra da sual verir ki, bu bəşəriyyət, yəni bu insan İblisə mi uyub? Yenə İblisin qəhqəhələrini eşidirik. İblisin qəhqəhələri ilə İblis deyir, toplar veriyor aləmə dəhşət, dəhşət, qopuyor sanki qiyamət, yağmur gibi göydən yağar atəş, atəş, qaralar, dalğalar atəş. Qaralar deyəndə indi diqqətlə fikir verin, Azərbaycan dili ilə bir inteqrasiya eləyək. Qara nə deməkdir? Bilirsiniz ki, qara sözü, amonim sözü müxtəlif mənalar var. Bəs yaxşı, burada nə mənada işlənir? Təbii ki, torpaq. Yəni deyir ki, həm torpaq, həm də dalğalar. Yəni su, oddur, alovdur. Qələmdən deyiz, burada yaxşı yazmaq alınmadı. Aha, indi davam edirik. Mələk, ya Rəbb, yenə Allaha müraciətlə. İblislə mələyə görürsünüz fərqini. Təbii ki, İblis Allaha müraciət eləməyəcək. Çünki o, Allaha qarşı olan bir varlıqdır. Mələk, ya Rəbb, azacıq lütfi iyanət, qəhr olmadı artıq bəşəriyyət, başdan başa həp yer üzü vəhşət, İblis ilə həmrəngi siyasət. Və mələk yenə də, baxın, mələyin nitqində birinci sual verirdi ki, İblisə mi uymuş bəşəriyyət? Bu səfər isə deyir ki, İblis ilə həmrəngi siyasət. Yəni, siyasət də İblisə xidmət edir. İndi isə Arifi görürük. Arif təbii ki, burada biz görürük ki, o həqiqət axtarışındadır, bir sorğulama mərhələsindədir. Deyir ki, dünyaları yoxdan yaratan ey ulu tanrı, ey xaliqi hikmət. Fikir verin, mələk ya Rəbb deyə müraciət elədi, hər iki nitqində. Arif isə tanrı deyərək müraciətə başladı. Duyduqca, düşündükcə olur qəlbimə tarı, bin şübhəli illət, duyduqca əvət pərdəli hikmətləri, hər an bin dürlü həqiqət, bin dürlü müəmmalı həqiqət bana xəndan, həbsində də zülmət, bülbüllərin əlhanı çiçəklərdəki əlvan, ya şöyləyi əcram, olmaz şu bənim çıldıracaq könlümə əlan. Bax, burada özü də könlünün çılğın olduğunu deyir. Ey varlığı yox, yoxluğu vardan daha dilbər. Axı biz real olaraq Allahı görməsək də, əslində onun var olduğunu bilirik və Allaha müraciət edir. Ey varlığı yox, yoxluğu vardan daha dilbər, ruhum səni izlər. Yəni, bu Allaha olunan müraciətdir. Kimsə bunu İblisə müraciət kimi düşünməsin. Deyir, lütf et, o gözəl çöhrəni bir an bana göstər. Sanki Allaha müraciət edirək, deyir ki, mənə üzünü, yəni çöhrəni göstər. Könlüm səni özlər. Ardınca deyir, uydum da peyğəmbərlərə, qanunə, kitabə, duydum yenə qəsvət. Başdan başa həb qəhr-ü qəzəb, tövbə, inabə, həb zəf əlamət. Həb fəlsəfə bir vəlvələ, həb tatlı xəyalat, yox rəhbəri vicdan. Sənsiz doğamaz qəlbimə, vicdanıma heyhat. Bir şölə-i irfan, yəni bir elm irfan mənim qəlbimə sənsiz doğa bilməz. En, gəl bana, yaxud yüksəklərə qaldır. Yəni deyir ki, ya sən mənə en, ya məni göylərə qaldır. Yerlərdə süründüm, yetişir göylərə qaldır. Dindir qucağında, qaldır bəni. Bir seyr edəyim, xoşmu, gözəlmi cənnətdə mələklər. Görsünüz artıq cənnətdə mələkləri görmək istəyir. Qaldır bəni, ta görməyəyim insandakı zülmü. Bax, yer üzü inlər. Ya Rəbb, fikir verdiniz, mələk də bəyək ya Rəbb deyə müraciət eləmişdi. Burada da biz görürük ki, Arif də ya Rəbb deyə müraciət elədi. Bu xəyanət, bu səfalət bulmaz mı nihayət?
İnsanları xəlq etmədə var bəlkə də hikmət, iblisə nə hacət? Bunun da nitqi, mələyin nitqindəki bədii sual kimi bitir. Deyir, insanları xəlq etmədə var bəlkə də hikmət, bəs iblis nəyə gərək edir, yəni nə hacət? Və bu məqamda iblis görünür. İblis nə deyir? Arif, bana bax, sən də mi ehfamə qapıldın? Biçarə çocuq, sən də mi iblisə takıldın? Yəni, bu axı deyir ki, iblisə nə hacət? İblis də ona sanki qarşılıq olaraq deyir ki, sən də mənə taxılırsan artıq. Dahilər, ulu ləzəm nəbilər belə bəndən heç vəcihlə təxlisi giriban edəməzkən, deyir, həp məni təhqir edirsən, söylənirsən, yəni narazılıq edirsən. Sonra deyir ki, bazicə olursan qoca iblisin əlində. Deyir, bir gün sən də bu iblisin əlində qalarsan. İblis, o böyük qüdrət, o ətəşli müəmma. Fikir verin, iblis özü haqqında bu sözləri deyir. İblis, o böyük qüdrət, o atəşli müəmma. Heyhat, olamaz dərdinə bir kimsədən imdad, imdada qoşsa fəqət ah ilə fəryad. Sanki iblis Arifin həyatının sonunu göstərir burada. Deyir ki, sənin imdadıva qoşa biləcək tək şey ah və fəryad olacaq. Çünki əsərin sonunda da biz görəcək ki, doğrudan da Arif öz qardaşını öldürməklə sadəcə ah və fəryad əlində qalacaq. Arif şaşqın bir formada baxır və ixtiyarı görür. Artıq ixtiyar içəriyə girir. İxtiyar da bilirdi də, xəbərin babasıdır. Nə deyir? Deyir, gəl bana, gəl eylə mənim dərdimə çarə. İxtiyar isə nə deyir? Oğlum, yenə dərdin nəymiş? Söylə nə çarə? İxtiyar fikir verir, nə deyir? Yenə dərdin nəymiş? Deməli, bu mütəmadiyyən belədir. Yəni, ilk dəfə deyil bu vəziyyəti. Arif isə deyir, yar beynimi, aç qəlbimi, eyvah açamazsın, qaç bəndən uzaqlaş, xayır, əsla qaçamazsın. Mən çılğınım artıq, bana yaxlaşma, kənar ol. Gəl, qaçma, xayır, dərdimə lütf et də dəva bul. Fikir verirsə, gah deyir məndən qaç, gah deyir qaçma. Yəni bir biçarə vəziyyətdədir artıq və bir növ çılğınlaşıb artıq. İxtiyar isə deyir, oğlum, mədəni aləmi sən özün buraxmısan, gəlmirsən bu bədəvi aləmə. Və deyir, insandakı haqsızlığı, zülmü unut. Qəlbindəki nifrətləri, fikir verin, qəlbindəki nifrətləri, vəhşətləri yak, yık. 100 bin deyil, iblisə uyan, həp bəşəriyyət. Bunu ixtiyar deyir. Fikir verin, deyir ki, iblisə uyan 100 min deyil, həp bəşəriyyət. Yəni, bütün bəşəriyyətin iblisə uyduğunu əslində kim deyir burada əsərdə? İxtiyar deyir. Etmiş bugün ev yığmağa, qan içməyə adət. Arif, unut oğlum, unut artıq, bəni dinlə. Sən kəndini məhv eləyəcəksin bu gedişlə. Baxın, iblis Arifin sonu haqqında deyirdi ki, sənin axırının belə olacaq, ahla fəryad. İxtiyar isə deyir ki, sən axırda özünü məhv eləyəcəksən bu gedişlə və doğrudan da belə olur. Arif yenə az qəhqəhlərlə deyir, mümkünmü unutmaq? Bayaq nə deyirdi? Deyir ki, insandakı haqsızlığı, zülmü unut, qəlbindəki nifrəti yak, yıx. Arif də buna cavab verir. Dayanılmaz bu əsla dayanılmaz şu böyük vəhşətə. Zira yalnız deyil insanlara, vəhşilərə sorsan, onlar belə insandakı vəhşiliyə heyran. Deyir ki, nəinki insanlara, vəhşilərə də sorsan, onlar da insandakı vəhşiliyə heyrandır. Bilməm, şu cinayət, şu xəyanət, şu fəlakət bitməzmi ilahi? Bu qədər səbrə nə hacət? Ver bir buyruq, ver də cəhənnəmlər açılsın. Arif deyir, coşsun, bütün atəşləri dünyaya saçılsın, yaxsın da şu zalım bəşərin yurdunu yıxsın, həp yer üzü bir ağ olaraq göylərə çıxsın. Və bu zaman iblisin biz qəhqəhlərini eşidirik, artıq meydana iblis gəlir, Arif isə iblisi görür və şaşırır təbii ki, çaşqın bir formada, fəsdə papaqdır, başına qoyur və deyir, kimsin, nəçisən, yəni iblisdən kim olduğunu soruşur, deyir, namın nədir, yəni adın nədir? İblis isə görün özünü nə deyəcək? Mən şimdi bir atəş, fəqət əvvəlcə mələkdim. Həb xaliqə təsbih idi, təhlil ediverdim. İlk öncə mələklər bəni təqdis ediyordu. Adəm kimi bir sayğısız, fikir verin, axır ləkə vurdu. Alçalmadı, yüksəldi fəqət şöhrət şanım. Allah ilə bir zikr edilir namül şanım. Fikir verirsiniz, yəni artıq deyir ki, əksinə mən daha da yüksəlmişəm və adım Allahla bir zikr edilir. Arif nə deyir? Artıq yetişir, anladım. Yəni məlum da deyir ki, mən əvvəl atəş idim, indi mələyəm. Arif də deyir ki, artıq bilirəm sən kimsən. İblis nə deyir, görün. Arif ondan sual verir ki, nəyə gəldin? İblis də deyir, baxdım, əziyor ruhunu həb qeydi əsarət. Gəldim, edəyim ta səni hürriyyətə dəvət. Yəni deyir, sən gördüm ki, əsarətdəsən, ruhun əsirdir. Gəldim ki, səni hürriyyətə, azadlığa dəvət edeyim. İndi güya baxdım səni məhv etmədə bin dürlü xəyalat, gəldim verəyim qəlbinə bir nuri həqiqət. Arif isə əvvəl ona nə deyir? Deyir, uymam sana.
Hər mələnətin bəncə əyandır. Dəf ol deyir, get, azğınları, satqınları qandır. Arif belə desə də, məsələn, sonunda biz görəcəyik ki, əslində iblisə uyur və özünü də, qardaşını da məhv edir. İblis isə deyir ki, lakin bu xəta, ateşi zülmət sanıyorsun. Deyir ki, fikir verin, ateşi deyirsən, zülmət sanırsan. Sən arif ikən, halbuki pək aldanıyorsun. Zülmət deyilim, işte benim, hər sözüm ateş. Ateş, özüm ateş, yüzüm ateş, gözüm ateş. Arif, ben nurə fəqət talibim, ateş nəmə lazım? Fikir verin, Arif nə deyir? Deyir, mənə ateş lazım deyil, mən nura talibəm, yəni Allahı istəyirəm. İblis isə nə deyir? Ateşsiz inan nur olamaz, sabiti qaim. Ateş, günəş ateş, bəşəriyyət bütün ateş. Hər bir hərəkət, məbədi xilqət bütün ateş. Zərdüştü düşün. Görsün nə deyir ona? Zərdüştü düşün. Fəlsəfəsi, fikri dəhası həp ateşə tapdırmaq idi zümrəyi nağısı. Yəni onun da deyir fikri o idi ki, insanlar ateşə tapsınlar. Arif nə deyir? Deyir ki, məhv olsa həp bənliyim, uyumam sənə dəf ol. İblis isə deyir, durmam, gedərim. Amma qəhqəhə ilə, kinayə ilə. Arif isə deyir, haydi çəkil, işdə açıq yol. Bu zaman xəbər gəlir. Söylə Arif, amma nə oldu yenə? Fikir versiniz, ixtiyar da xəbər də yenə sözünü deyir. Deməli, bunu ilk dəfə görmürlər də Arifdə bunlar. Yenə kimlər göründü gözlərinə? Arif isə deyir ki, sorma Nazənin xəbər. Məni məhv etdi, istirab və kədər. Sən əvət, sən də olmasan heyhat, məni bir gün boğar şu qanlı həyat. Ah o gözlərin bilir misin nə diyor? Xəbər isə deyir, nə diyor, söylə. Arif də deyir, ruhu cəzb ediyor, söylüyor əski xatiratı bana, sanki qarşımdadır gözəl Rəna. İndi baxın, xəbər deyir ki, nə göründü gözlərə? Arif isə deyir ki, məndən sorma, məni istirab kədər məhv edib, sən olmasan, bu qanlı həyat məni boğar. Deyir, sənin gözlərin bilirsənmi nə deyir? Xəbər də soruşur ki, nə deyir? Arif deyir ki, söylüyor əski xatiratı bana. Yəni, əslində bunun gözünə baxanda Rəna yadına düşür. Xəbər nə deyir? Baxaq görək, bana bax, səndə gizli bir söz var. Amma Rənanı gördüyünü, yəni bunun gözlərində ətrafa deyir də, xəbərə demir. Deyir, səndə gizli bir söz var. Arif isə deyir ki, onu heç sorma, sevgilim. Xəbər isə Arifi bunu demədiyinə görə qəddar adlandırır. Bu sırada ixtiyar gəlir içəriyə, İbn Yəmin gəlir, Rəna gəlir, Zənci Çavuş və bir əskər gəlirlər. İbn Yəmin deyir, möhtərəm ixtiyar, nasıl keyfin? İxtiyar deyir ki, heç qəmim yox, var olsun İbn Yəmin. Çünki ixtiyarla İbn Yəmin əvvəldən tanışdılar. İbn Yəmin alnının tərini silir və deyir ki, bugün çox sıcaqdır, çabuk ol, haydi, qoş da atlara bax. Əskər çantayı bir tərəfə buraxır, çıxır. Yəni, bunu əskərə deyir. Arif isə diqqət və heyrətlə ətrafa baxır və görür ki, bu Rənadır. Fikir verin, Rənaya deyir ki, Nazənin afət. Bax, burada ehtiyatlı olun. Arif Rənaya Nazənin afət deyir. Yuxarıda gəlin qaydaq. Xəbərə nə deyirdi? Baxın, Nazənin xəbər. Bax, fikir verin, Nazənin sözünü həm Arif burada xəbərə işlədir. Rənaya da eyni formada nə deyir? Deyir ki, Nazənin afət. Bax, fikir verin. Gördünüz? Xəbər, yenə bir şey mi oldu Arif? Arif isə deyir, əvət, söylə, Rəna mı isminiz? Rəna Arifin əlini sıxır, heyrət və sevinclə. İbn Yəmin isə Arifi süzür. Və İbn Yəmin birinci deyir bunu ki, bizə əngəl olmasın şu hərif. Yəni, bunu öz-özünə düşünür. Arif deyir ki, bu gəliş əff edərsiniz nerədən? İbn Yəmin də deyir ki, mücadilədən, yəni hərbdən. Arif də deyir ki, bir fəzilətsə ölüb öldürmək, canavar bizdən əşrəf olsa gərək. Arif canavarın insandan üstün olmasını deyir. Əgər deyir, fəzilət, ölüb öldürmək, sonda o bizdən üstündür. Və İbn Yəminlə təbii ki, bir müzakirə yaranır burada. İbn Yəmin isə buna deyir ki, sənin bu dediyin boşdur, yanlışdır. Yaşamaq istəyirsən, yəni yaşamaq istəyirsənsə, çarpışmalısan, döyüşməlisən, vuruşmalısan. Arif isə deyir ki, doğru, pək doğru bir düşüncə. Əvət, işdə hər əskər, işdə hər millət bugün olmaqda hep bu fikirləşərək, heç çəkilməz fəqət bu sərsəmlik. Yəni, onun pək doğru deməklə əslində dediyi o doğru, yəni İbn Yəminə qatılmır, sadəcə kinayəli bir formada deyir. İxtiyarsa deyir ki, Arif, oğlum, bırax münaqişəyi, gəl işim var səninlə. Artıq görür ki, İxtiyarla İbn Yəminin münasibəti yaxşıdır. Görür ki, Arif danışacaq, yəni İbn Yəminlə müzakirəyə girir, onları ayırır. İbn Yəmin də Rənaya baxır, şu hərif filosofmu, ya dəlimi? Və Rənadan soruşur. Rəna da deyir ki, bəslənir hər könüldə bir duyğu, nə yaparsın, onun da məsləki bu. Bu da məslək midir, nədir bilməm. İşdə bir kəznəzər, zəki, sərsəm. Fikir verirsiniz. Xəbərin yüzündə naməmnun hallar.
Rəna deyir, bəncə sərsəm deyil, o pək hüşyar, neyləsin, hərbə qarşı nifrəti var. Fikir verdiniz, bayaq biz gördük ki, ixtiyarla Arif danışında, ixtiyar ona deyir ki, qəlbindəki kini, nifrəti at, unut onları. Rəna açıqlayır ki, bunun qəlbində nifrət nəyə qarşıymış? Hərbə qarşıymış. İbn Yəmin təbii ki, sual verir, məntiqən ki, fikirləşir ki, Rəna bunu hardan tanıyır? Deyir, onu nereden tanıyırsınız? Rəna da deyir, pək yaxın qonşumuzdur. Və bu təbii İbn Yəminə xoş gəlmir, deyir, işdə bəla. Rəna açıqlayır, görək Arif kim imiş? Deyir, əsli İstanbul əhlidir, lakin küçükkən, yəni balacaykən evləri yanır, bir küçük qardaşı ilə qurtulur, amma onu da sonra itirir və qalır belə. İbn Yəmin də deyir ki, Rənaya, siz burada yəni məhəbbət edin, yəni söhbət edin, biz çıxalım bir baxaq ətrafa. Rəna da xavərlə söhbət edir, yəni Arifi bayaq İxtiyar Şeyx gördünüz ki, çıxartdı. İndi də İbn Yəmin özü çıxır, Rəna ilə xavər söhbət edirlər. Rəna görür ki, karyolanın üzərində 2 kitab var, deyir, bunlar nədir? Xavər də deyir ki, Arif bunları mənə keçən il alıb və deyir ki, bu kitablar, fikir verin, Xoca Nəsrəddin lətifələridir, bir də 1001 gecə. Deməli, hansı kitablar idi? Xoca Nəsrəddin lətifələri və 1001 gecə. Sonra Rəna su istəyir, xavər də ona su verir və İbn Yəmin pəncərə önündə Çavuşa deyir, Çavuşla İbn Yəminin danışığını görür. Deyir, pək düşündün, nə var? Fikir verirsiniz, bayaq İbn Yəmin Arifi görəndə demişdi ki, bu bizə əngəl olmasın, özü bu sualı vermişdi. İndi görür Çavuş düşünür, Çavuşa deyir ki, sən niyə bu qədər düşündün? Çavuş da deyir, bəyim, hər şey bir bəla, işdə gördüyün Arif. Çünki Rənaya çox yaxın şu hərif. Sonra isə deyir ki, daha müthiş bəla bizim əskər, qorxarım cümləsi faş eləyər. Bizi görmüşlər çünki Rənanın babasını qətl eləyən zaman. Fikir verdinizlər bunu. Deyir ki, Arif bəladır, amma daha böyük bəla odur ki, bu bizim yanımızdakı əskərdir. Çünki o, biz Rənanın babasını öldürəndə bunu görüb. Bu zaman Arif daxil olur. Arif təbii ki, o hissələri eşitməyir. İbn Yəmin də başlayır özünü öyməyə. Bir böyük ordu, bir yığın insan mənim uğrumda oldu həp qurban. Və deyir ki, yəni, mən eş çoluq çocuqdan qorxaram. Mən kiməm? Bir ərəb. Fikir verin, İbn Yəmin ərəb olmağını biz elə İbn Yəminin öz dilindən eşitirik ki, bu deyir, mən kiməm? Bir ərəb, nə zənn etdin? Bir çocuktan mı qorxar İbn Yəmin? Arif Rənaya yaxınlaşır və ona deyir ki, çox xoş bir təsadüf oldu və lakin təbii ki, Rəna ilə söhbəti sadəcə bununla bitmir. Rənaya Arif deyir ki, bir sözüm var, kusura baxma, fəqət söylə Rəna, şu qanlı zabitlə hansı səmdə gersən? Rəna da deyir ki, bu yaxınlarda xəstələr varmış. Arif isə ona deyir ki, sakın aldanma, pək böyük yanlış, inanıb getmə. Ah, o pək xain. Amma bilmir ha, Arif, yəni onun Rənanın babasının qatil olduğunu. Sadəcə Arif öz fikrini bildirir İbn Yəmin haqqında ki, bu xain bir adamdır. Rəna isə deyir ki, bəlkə hep söylədiklərin gerçək, pək güc, amma vəzifədən dönmək. Axı, Rəna tibb bacısı dedi ki, yəni mən vəzifədən dönə bilmərəm. Bu zaman onun gözünə babasının xəyalı görünür və o da deyir ki, baba da ata deməkdir. Ab babam, bir də anlı şanlı babam, intiqam almadan inan yaşamam. Babasının xəyalında intiqam deyir. Rəna isə deyir ki, xəyala doğru. Aman bu sual, bu arada iblis də intiqam deyir. Arif isə təbii ki, Rənaya deyir, bu nə haldır? Rəna da ona açıqlayır ki, babamın qatilini kim bulsa, mən ona səcdə eləyərəm. Məni bu çöllərdə gəzdirən əslində intiqam atəşidir. Baxın, biz Rənanın əsl məqsədini onda görürük. Rəna öz dili ilə əsl məqsədini deyir ki, məni bu çöllərdə gəzdirən duyğu, intiqam eşqi, həb bu, yalnız bu. Arif isə deyir ki, qatil bəllidir. Rəna da deyir, xeyr, əsla bilinmir, amma İbn Yəmin mənə deyir ki, mən qatili tapacam. Arif də deyir, bu bir hilədir, dinləmə. Bu arada xavər gəlir və buyurun, pək gözəl su həm də sərin. Axı Rəna və xavərdən su istəmişdi. İbn Yəmin də geri içər, deyir, gedəlim. Rəna da sağollaşır ki, sizdən razıyam. İbn Yəmin də deyir ki, əgər nəsib olarsa geri dönmək, qalırız bəlkə 3-5 gün burada. İxtiyar da deyir ki, o günlər bizim üçün ən xoş gün. Biz burada görürük ki, artıq İxtiyarla İbn Yəminin münasibəti yaxşıdır. İxtiyar İbn Yəminə, yəni sevgi ilə yaxınlaşır. Onun gəlməsini özü üçün xoş bir gün hesab edir. Xavər də Rənaya deyir ki, gəlişin pək gözəl, fəqət gedişin umulur bir şey deyil. Əslində burada görür ki, Xavərin də Rənaya münasibəti əslində pis deyil. Düzdür, Arif də deyir ki, getmə Rəna, amma Xavər Arifin bu
deməsindən təbii ki, məmnun qalmır. Deyir ki, söylə Arif, nə var, nə oldu sənə? Arif də deyir ki, o Rəna, o nazlı heykəli nur. Yəni, bir nur heykəli. Fikir verin, bayaq nə demişdi? Nazənin afət, Nazənin afət. İndi isə deyir ki, Rəna haqqında. Bax, Nazənin afət, indi də deyir heykəli nur. Sanki qarşımda çırpınıb duruyor. Ona ben yardım etməsəm gerçək, beni vicdan əzabı məhv edəcək. Xavər deyir, 2 söz sormaq istərim sana ben. Əcaba hiç sever misin onu sen? Artıq burada biz Xavərin şübhələndiyini görürük. Arif isə deyir, sevərəm. Başqa bir məhəbbətlə, əski, pək əski, hissi hörmətlə. Yəni, sən bildiyin kimi sevgi deyil də, güya ki, başqa bir formada sevir. Xavər isə buna inanırmı? Yox, deyir, inanmam. Bu yanlışdır. Nədir o halət, o səs, o baxış? Sanki bir inqilab içində sənin, çırpınıb durmaq üzrə həb bədənin. Arif də deyir, sən də Arif qədər düşünsəydin, yəni Xavər ona deyir, bu nədir, bu səs, bu baxış? Bu da deyir ki, sən bilərdin ki, İbn Yəmin nələr yapmaq istəyir, nələr eləmək istəyir. Ona görə sən də mənim kimi olardın. Bunların söhbəti əsnasında Vasiflə küçük zabit girir, yanlarında da bir yaralı rus zabiti. Vasif deyir ki, daha dur, tabı qalmamış artıq. İxtiyarsa deyir ki, yaralanmış mı? Ah, zavallı yazıq, gətirin də bir qədər rahatlasın. Arif ya əsir olmalı, ya da qaçqın. Bax, gördünüz nə dedi? Vasif isə deyir, xəstə bir rus əsiri, həm yaralı. Burada Ariflə Vasifin diyaloqudur. Gəl qızım, tez sarıb da bağlamalı. Bu da Xavərə deyir ki, gəl bağlayaq. Arif deyir, ah, nə munis, nə mərhəmətlisiz, nerede rast gəldiniz, şu zabitəsiz. Bunu Vasifə deyir. Vasif də deyir, pək yaxınlarda, yol kənarında, baxdıq əhvalı xeyli pəjmurda, yəni əhvalı pisdir. Bir əsir işdə düşmən olsa belə, yenə lazımdır müavinət edilə. Arif də deyir ki, yəni bu xilqəti sevir, deyir, həb bu xilqətdə olsa cinsi bəşər, heç görülməzdi bunca vəhşətlər. Küçük zabit isə deyir, Vasif düşünür, həb düşünür. Bu nə halət? Məzlun olacaqsın bu təbiətlə nihayət. Fikir verin, küçük zabit, məzlun olacaqsın ifadəsini kimə deyir? Vasifə. Deməli, küçük zabit kimi məzlun adlandırır? Məzlun adlandırır Vasifi. Məzlun adlandırır Vasifi. Vasif deyir, bulmazsam əgər İbn Yəmin xaini əlbət qalır üstümdə şu çılğınca təbiət. Rəna, hələ Rəna, onu iğna nə deməkdir? Bir alçağa layiqmi o gül gönçeyi bakir? Fikir verin, Vasif də görür ki, əslində İbn Yəmini axtarır və düşüncəsi də budur da. O deyir ki, mən İbn Yəmini axtarmalıyam, rahat ola bilmərəm. Heç olar ki, Rəna kimi bir qız buna qismət olsun. Küçük zabit də deyir ki, Türk ordusu ətrafa bugün həmlə edərkən, İrana və Qafqaza imdada gedərkən, Rus ordusu durma çəkilirkən önümüzdən, Vasif, nə rəvadır şu parlaq günümüzdən, yəni yaxşı günümüzdən, feyz almayaraq biz olalım qəflətə mail, satamaz milləti şəxsiyyətə aqil. Vasif isə deyir ki, əfsus ki, hiçdir sonu, Türk ordusu varsın, istərsə bütün Hindi də, Əfqanı da sarsın, istərsə bütün qarşı çıxan maneyi yıxsın, Turanı basıb bağrına 6 aylara çıxsın, mümkün deyil. Əsla olamaz naili amal. Etdikcə xəyanət əli bu milləti pamal. Deyir ki, küçük sabit, Ruslar önümüzdə qaçır, sən niyə beləsən? Niyə qəmcinsən? Biz niyə buna sevinməyək? Vasif isə deyir ki, Türk ordusu Hindi Əfqanı da tutsa, nə qədər ki içimizdə xəyanət var, nə var? Xəyanət. Deyir ki, heç bir şey olmayacaq. Nə qədər ki nə var? Xəyanət. Aydındır mı? Qələm biraz neysə yaxşı yazmadı. Yəni, o da günahı nədə görür? Xəyanətdə. Yaxşı, küçük zabitə baxaq. Lakin saparaq başqası eylərsə xəyanət. Seyr eyləyərək həb baqa dursunmu şu millət? Deyir ki, kimsə xəyanət edirsə bu millət neynəsin, baxa dursun. O da Vasif deyir cavab olaraq, Türk ordusu daim basaraq ölkələr almış. Ən sonunda siyasətdə basılmış da bunalmış. İdraki sönük başçıların qəfləti ancaq etmiş, edəcək milləti həb əldə oyuncaq. Sonra isə deyir ki, Turana qılıçdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət. Bax, Vasif nə deyir? Deyir ki, nə qədər ki başçıların qəfləti var, milləti həb əldə oyuncaq eləyəcəklər. Və həm də deyir ki, Turana qılıçdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət.
Küçük zabit deyir ki, yahu buradan kimdir biraz önce keçənlər? Arifdən soruşur. Arif de deyir ki, bir atlı ərəb zabiti bir qızla beraber. Vasif artıq məlum olur ki, buna İbn Yəmindir bu. Deyir, gecikdikdə qaçırdıq avı əldən. Küçük zabit dedi ki, nə qədər qaçsa da əlimizdən qurtula bilməz. Bu arada iblis görünür, Arif deyir ki, dəf ol, yenə mi gəldin? İblis başlayır, yəni onu aldatmağa çalışır. Əzizim, çocuk olma Arif, bana bak. Əczi bırak, hissə qapılma, çarpışmaq üçün lazım ikən mərdə cəsarət, bilməm niçin olmur sana qalib əsəbiyyət. Deyir, sən çarpışmaq üçün cəsarətli olmalıdır, amma sən əsəbisən. Ben hepsini duymaqdayım, inkar nə lazım? Rəna, o sənin şimdi bütün ruhuna hakim. Hakim o sənin hissinə, idrakinə hakim. Hakim o sənin hissinə deyir. Bunu oxudum. Ayrılsan izindən olur əğyar ilə mənus. Yəni düşmənlə deyir, xoşbəxt olar. Arif də deyir ki, qandırmaq üçün Arifi həp nafilə israr. Hər halda xainsən, inanmam sənə zinhar. Bu belə desə də, axırda elə iblisə də inanacaq. İblis isə buna deyir ki, lakin sənin bu inadınla sən pərişan olacaqsan və gələcəkdə bir gün peşman olacaqsan. Əlində bir tapanca, bir kisədə altın atır Arifin üstündə. Deyir ki, al bunları saxla, bağrına bas. Al, işte bu ateşlə gəlir qəlbinə qüvvət. Tapancanı da havaya boşaldaraq, yəni bununla, silahla. Bax, səsleniyor, işte Cibril. Bunsuz olamaz kimsə, inan məqsədə nail. Arif isə tapancanı da altınları da atır yerə və əsəbi halda deyir ki, dəf ol, yəni bunu qovur. İblis isə təbii ki, yenə eyni sözü deyir. Deyir ki, sən aldanırsan. Bax, bunu eyni deyə dururam, amma sən aldanırsan. Elədiyin səhvdir. Yəni, Arif istəyir yoldan çıxartsın. Arif isə deyir, heyhat, o mələk qəhr edilirkən layiqmi durub seyr edəyim mən? Yəni, yox, getməliyim həm də bu saat. Bəndən ona hörmət və məhəbbət. O mələk də Rənanı nəzərdə tutur. Deyir ki, o məhv olunarkən, qəhr olarkən layiqdir, mən durub seyr edeyim. Mən də deyir, getməliyəm. Çünki məndən ona böyük hörmət və məhəbbət var. İblis isə istehsalı formada deyir, get. Lakin o hörmət və məhəbbət, fikir verin, bir gün doğurar qanlı ədavət. Hansı ki, doğrudan da doğurur. Arif bu məhəbbət uğrunda öz qardaşını öldürəcək. Get. Bəllidir insandakı xislət, sizlərdəki ülvət, sonu vəhşət, sizlərdəki şəfqət, sonu nifrət, sizlərdəki rəhmət, sonu lənət. Sonra burada pərdəmiz bitir, artıq keçirik ikinci pərdəyə. Yəni fikir verin, birinci pərdə harda baş verdi? İxtiyar Şeyxin qülbəsində müxtəlif adamlar gəldi bura. Birinci İbn Yəmin, Rəna, Çavuş, ardınca Vasif, onun yanında küçük zabit, yaralı bir əskəri gətirirlər. Onlar çıxıb gedirlər. Axırda da Arif bu qənaətə gəlir ki, bəs bu da Rənanın arxasınca getməlidir. İndi ikinci pərdədə biz iblisi xidmətçi bir ərəb qiyafəsində görürük və bura artıq ərəb zövqünə uyğun süslü bir salondur. Yəni ərəb kimdir? İbn Yəmin, İbn Yəminin evidir. Bana bax, durma əzizim, çabuk ol. Durma, get, haydi imamı ara bul, söylə gəlsin də nikah qıymaq üçün. İbn Yəmin iblisə deyir. İblis burada xidmətçi daxil. İblis də deyir ki, baş çavuş, zənn edərim, getdi dəmin. Yəni, baş çavuş bayaq gedib. İbn Yəmin deyir, pək gözəl, gəlsə, həmən söylə bana. İblis deyir ki, söylərim, lakin əmin ol Rəna, bir qədər göstərəcək istiğna, yəni narazı olacaq da. İbn Yəmin isə, nə vəzifən? Bu sənə aid deyil. İblis isə görə nə cavab verir? Deyir ki, əmrə borcumdur, itayət eləyərəm, amma onu məcbur edəməzsin zira. Böyle bir cəbri hökumət duysa, çəkəcəkdir başımız dürlü bəla. Çünki var başqa günahın da sənin. Fikir verin, orduya, devlətə çıxdın xain. Deməli, İbn Yəminin ərəb olduğunu öz dilindən eşitirdik. Amma İbn Yəminin xain olmağını hardan görürük? Kimin dilində görürük? İblisin dilində. İblis deyir ki, çünki sənin başqa günahın da var, orduya, dövlətə xain çıxmısan. İbn Yəmin isə deyir, işdə pək doğru və məntiqli cavab. Sən vəkil ol, nə dilərsin onu yap. İblisə deyir bunu. İblis də deyir ki, evet, iblis o böyük sənətkar, həm yapar, həm də yıkar, qüdrəti var. Bu cəsarət nə demək? Ey bana bax, bu zaman çünki Vasif içəri girir. Vasif də deyir ki, bir oteldir deyə sandıq bu qonaq. İblis də deyir, əcaba sahibi kimdir otelin? Vasif də deyir, bir ərəb deyir. Və Vasif özü deyir ha bunu. Deyir, bir ərəbdir, adı da İbn Yəmin. İblis deyir, saygısızlıq yetişir, haydi gedin. Vasif isə silah çəkir, şımarıq
Abdala bax, dur, nə dedin? Küçük Sabit də Vasifə əngəl olmaq istəyir. Vasifə deyir ki, Vasif, Allahı sevirsən bırax, dur, təlaş etmə, əzizim. Vasif də deyir ki, alçaq. Nerede Rəna? Yəni İblisdən soruşur. İblis də deyir, nə demək? Varıyor İbn Yəminə o mələk. Fikir verin, Rənanın İbn Yəminlə evlənməsi məsələsində Vasifə kim deyir? İblis. Vasif deyir, onu qandırmışdır o xain. Lakin mən sağ olduqca bu iş namümkün. Bunu Vasif deyir. Küçük Sabit deyir, arkadaş, gerçi o sərsəm məğrur. Qızın ən sevgili məşuqu budur. Fikir verdiniz, Kiçik Sabit nə dedi? Dedi ki, qızın sevgili məşuqu budur, Vasifi göstərir. İblis, ah, ayaq səsləri var, tez çəkilin, deyir, çəkilin, sonra gəlin. Vasif də, gedəlim, ən iyi yol hər ikimiz, azacıq sonra misafir gəliriz. Deyir ki, bu şəhərif, çünki yaxın dostumdur, bəlkə bir rənglə iş həll olunur. Küçük Sabit də çıxarkən İblisə deyir ki, şimdi var sana bir ümid, ancaq çarə bul, yoxsa o qız məhv olacaq. Vasif deyir ki, bu adam, yəni bu İblis, xadimə qiyafəsindəydi də orada. Mənim dostumdur, yəqin ki, bu iş birazdan gələr, həll olar. Küçük Zabit deyir ki, ümidimiz ancaq sənədir. İblis də məğrur bir formada deyir ki, bəndən imdad umuyor. Cümlə cihan, biri zalim, biri məzlum insan. Deyir, zalim da, məzlum da məndən imdad istəyir. Rəna gəlir. Bu ziyafət nə demək? Düşünün ki, Rəna üçün nikah hazırlanıb, amma Rəna bu ziyafətin mənasını bilmir. Sana heç açmadı mı İbn Yəmin? Bu da İblisdən soruşur. Elə gələn bu yazıq İblisdən soruşur. İblis deyir, bilmiyormuş kimi davranmaq nə? Bu ziyafətdir, əlamət düyünə. Səni təcviz, yəni zövcə eləyir İbn Yəmin. Şimdi əmr etdi nikah qılmaq üçün. Rəna həyəcanlı və şaşqın, çünki bilmir. Sus, sus, aman sus, nə rəzalət. Əcəba, yox, çəkilməz bu xəyanət. Əsla, bəni bilməm ki, nə sanmış şu hərif. Ay, pəkri doğru deyilmiş Arif. Axı, Arif demişdi ki, buna, bu adamdan getmə, bunu dedikləri bəhanədir. İndi Rəna burada Arifə haqq verir. Kişi heç mərak etmə, duyar, şimdi anlar ki, əvət, bəndə nə var. Və bu arada bu qapıdan çıxır. Bu sırada Arif fəsli olaraq yan papaqlı yüzünü gözəlcə təraş etdirmiş olduğu halda sağ qapıdan içəri girer. Rənanın qapıyı qapayıb getdiyini görüncə büsbütün şaşırır. İblis də deyir, bana bax, hey sənin sərsən budula, bu cəsarət sənə nereden əcaba? Bu da Vasifə də deyir ki, səndə bu cəsarət hardadır, birdən girirsən içəri. Arif də qapını göstərərək deyir ki, ondan, o işte o dilbərdən, şimdi buradan süzülən yıldızdan. İndi Arif Rənaya nə dedi? Yıldız, yəni ulduz. İblis də deyir ki, söylə, dərdin nədir? Aydın söylə. Arif nə deyir? Mərhəmət qıl da, aman lütf elə, söylə Rənaya ki, Arif gəlmiş. Bax, Vasiflə Küçük Zabit İblisdən imdad eləyirdi. İndi Arif də imdad diləyir. Deyir ki, Rənaya söylə ki, Arif gəlmiş. İblis də deyir, anladım dərdini, lakin bu zor iş. Ona nail olur ancaq onlar ki, avuzlar dolusu altını var. Hansı ki, əvvəl İblis Arifə altın və silahı təklif eləmişdi, Arif qəbulləməmişdi. İndi Arifin üzünə vurur ki, Rənaya o adam sahib ola bilər ki, onun avuzlar dolusu altını var. Arif də deyir, bəndə yox altın, əzizim, zira uymamış sərvətə könlüm əsla. İblis də deyib ki, altının yoxsa silahım var ya, bəni öldür də qavuş sonra ona. Görürsünüz, hər cəhətdən Arif istəyir ki, cinayətə sövq eləsin. Arif deyir ki, yox, silahım da yox, insaf elə. Sanma vəhşi bəni, sən bir söylə. Mənalı bir qəhqəhə ilə pək gözəl, anladım. Ancaq Rəna, qismət olmaz bu təbiyyətlə sənə. Üzülüb durma, çəkil get zira. Qüvvətə altına tabi dünya. Gördünüz Arifə nə dedim? Nəyə aldandın, niçin oldun məyus? Arif deyir, çünki yox bir şeyim əfsus. Arif də artıq buna inanıb ki, doğrudan da ya silahı olmalıdır, ya qızlı. İblis də deyir ki, bir şeyim yoxsa da könlüm var, bana ver könlünü. Arif də deyir, əsla, əsla. Bunu heç umma sakın Arifdən. Vermişim könlümü, yalnız mən ona. Fikir verdiniz, İblis Arifdən könlünü istəyir. Arif isə deyir ki, bunun qarşılığında. Verə bilmərəm, çünki mən könlümü kimə vermişəm? Rənaya vermişəm, düzdürmü? Yəni, burada oxuyanda biz gördük ki, İblis Arifdən könlünü istəsə də, Arif könlünün Rənada olduğunu deyir. Və bu əsərdə görürsünüz, könlünü istəmə məsələsi var. Başqa kimin könlünü istəmişdi? Hüseyin Cavidin yenə ana əsərində Orxan İsmətdən deyir ki, könlünü ver bana. Bax, fikir verin. İblis Arifin könlünü istəyir, ən sonunda Arifin qardaşının ölümünə səbəb olur. Orxan da İsmətdən könlünü istəyir, ən sonunda İsmətin nişanlısının ölümünə səbəb olur. Bax, oxşarlıq. İblis, işdə şərqin mütərrid çocuğu, şaşqın, aptal, əsəbi, yavrucuğu. Aman bir içim olsun bana su. Şərəb qadağını görür və bilmir də bu
sudur yoxsa şərabdır. İblis də sürahiyə alıb rakı ilə doldurur. Türklərdə yəqin eşitmiş olarsınız rakı nədir? Və deyir ki, al iç. Yarıya qədər içəndən sonra görür ki, bu ateşdə, yəni o spirtin buna verdiyi bir şey. İblis isə götürür bu səfər şərab doldurur və deyir ki, bax al bunu iç, bu tatlıdır. Görən saat neçə oldu? Ay keçdi. Aha, nədir o? İç də bax, sonra duyarsın neymiş. Ən gözəl töhfə keşiş göndərmiş. Bax gördünüz, deyir ki, iç sonra eşlərsən də nə oldu onu. Arif də içir və deyir ki, ah əvət, sanki şəfəq dalğalı nur. Şimdi Rənaya çağırsan nə olur? İblis də deyir, onu sən pəkimi sevərsin. Arif də deyir ki, sorma, sızlayan könlümə ateş vurma. Ta çocuqdan sevərim onu mən, gördünüz? İblis də deyir ki, gəliyor işte o gül gönçə dəhən. Arif də deyir, ah aman, halı nasıl pərişan formadadır. Rəna gəlir, Arifi görür, Arifdən nə üçün gəldiyini soruşur və sonra İblis görür ki, Rənanın əlində müxtəlif kağızlar var. O da deyir ki, İblis Rənadan soruşur, bu kağızlar nə üçündür yavrum? Rəna da deyir ki, onu bunlar edəcəkdir məhkum. Əcəba kimdir o xain müskün? Rəna da deyir ki, səncə pək bəlli hərif, İbn Yəmin. Yəni Rənanın verdiyi kağızlar İbn Yəminin vətənə xəyanətini göstərən kağızlar idi. Rənanın babasının qatili olduğu ilə bağlı kağızlar deyildi. Həmin bu kağızları Arifə verir, Arif də polisi gətirir və İbn Yəmini həbs elətdirir. Və Arif alır kağızları, hələ səbr et, bakalım bir bu nədir? İblis ver, əvət ver, o nə lazımsa yapar. Arif də deyir ki, bana ver, şimdi o azğın canavar bulur əlbəttə cəza, qurtulamaz. Rəna isə deyir ki, ah, lakin o hərif pək qurnaz. İblis də deyir, heç təlaş etmə, quzum, dinlə bəni. İki bildik soruyorlardı səni. Fikir verdiniz, İblis indi Rənaya deyir, iki nəfər tanış adam səni sorurdu. Rəna deyir, kimdir onlar? Arif getdi, indi Rəna ilə İblisdir. İblis də deyir, biri olduqca yigit, Vasif ismində gözəl bir zabit. Rəna da şad olur. Ah, gerçəkmi bu söz? Pək gerçək. Bana söz verdi, əmin ol gələcək. İbn Yəmin deyir ki, əcəba sevgili Rəna nə diyor? Bu da İblisdən soruşur. İblis də deyir ki, bəyim ishal məsərrət ediyor. İbn Yəmin də İblisin omuzunu oxşayaraq xeyli məmnunam əzizim səndən deyir. Rəna da kinayəli və acı təbəssümlə xəstəyə baxmaq üçün gəlmiş ikən bu ziyafətdə bulunmaq nə tuhaf. İbn Yəmin də deyir, yoxmudur səndə gülüm heç insaf. Yaralı əskərə baxmaqsa məram, əskərim bəndə, böyük həm də yaram. Yar da aç, qəlbimə bax, sonra inan, çünki hala ağlıyor, kəsmədi qan. Deyir ki, sən yaralı əskər istəyirsənsə, ən böyük yaralı mənəm də, amma bu yara hardadır, deyir, mənim qəlbimdədir. İnanmırsansa, aç bax mənim qəlbimə, hələ də qanıyır. Rəna da məhsum formada, ah, təmin ediyordur da bəni, bulacaqdır babamın qatilini. İblis, o da mümkün Rəna. Bir düşün, ben ne dedim şimdi sana? Hep sevin gülmələyim, çünkü bugün ələ düşməz, nə səadətli düğün. Çavuş daxil olur, gərliyor işte misafirlər. İbn Yəmin deyir, get gülüm, sonra məhəbbət edəriz. İblis Rənaya, heç mərak etmə, əmin ol. Ən itayətli qulumdur daim, durma get. Bəlkə də fürsət dəmli, bəlkə rüyada görür bir də səni. İbn Yəmin deyir, hay hay buyurun, nə xoş təsadüf. Vasiflə küçük zabit misafirlərinə gəlir. Bir arkadaşımdır işte Vasif. İbn Yəmin Vasif haqda deyir. Aylarca əgərçə ayrı düşdük, qismət bu, yenə bugün görüşdük. Vasif isə İbn Yəminə, xoşbəxt olaraq ziyarətindən könlüm nə qədər sevindi bilsən. Yəni yalandan da bir-birinə güyada seviniblər. İbn Yəmin də deyir, ben hərb ediyorkən ordumuzda gördümsə 5-10 sevimli sima. Vasif şu könüllü şanlı zabit bir yıldıza benziyordu sabit. Yəni İbn Yəmin burada bunları tərifləyir və bu tərif hissəsi gedir, uzundur. Axırda İbn Yəmin deyir ki, nədir bu rəftar Arifə? Arif deyir, tam kəndisi işte ah qəddar, lakin çəkilirmi bu həqarət? Birinci kanun, həb nafilə bunca hiddət, əlan səni istiyor hökumət, gəl, Arif bəllidir etdiyin xəyanət. Vasif isə ən arxada qalır küçük zabitlə. Bax, şimdi də fəft edilsə fürsət, daim qalırız visalə həsrət. Elə bil Arif İbn Yəmini tutturur, həbs elətdirir. Vasif də deyir ki, fürsət əlimizə düşüb, Rənanı da götürüb qaçaq. Və gəl durma deyir, aman edilsə qəflət mütləq səni məhv edər şu xain. Olmaz daha qurtuluş sənin üçün. Rəna sevinci ilə, Vasif gedəlim. Fikir verdiniz, əslində burada Rənanı xilas eləyən Arif oldu, amma Rəna Vasiflə gedir. İblis, Rəna daha durma, işdə fürsət. Lakin babam, ah gəl, aman gəl Vasif deyir. Bir axı
Bilirsiniz, Rəna babasının qatilini axtarırdı. İbn Yəmin də demiş ki, onu tapacam. Yenə də bir fikirləşir ki, bəs babam, o da deyir ki, gəl. İblis də deyir, get, daha durma, artar əngəl. Xain yaqalandı ən nihayət, Arif deyir. İblis də deyir, eşq olsun, əvət, böyük məharət. Arif də Rənanın yerini soruşanda İblis nə deyir? Deyir ki, əfsus, bir zabitə uydu getdi. Hansı ki, şəraiti yaradan İblis daha. İblis amma özü belə bir oyun oynayır ki, Arif axırda Vasifi öldürür. Bir söylənəsəm də getdi onlar. Bax, qarşıda işdə xurmalıq var. Arif bildim yetişir o bəlli bir yol. Get durma, fəqət yazıq əmin ol. Bəklər səni bir yığın cinayət. İzlər səni bir yığın fəlakət. Və burada da pərdə düşür. Deməli, birinci pərdə İxtiyar Şeyxin qülbəsində idi. İkinci pərdə isə İbn Yəminin evindədir. İbn Yəminin tutulması ilə pərdə bağlanır. Üçüncü pərdədə isə görür ki, yenə İxtiyar Şeyxin çərdağının qülbəsinin altıdır. Xavər yaralı zabitlə danışır. Hansı ki, Vasifgil gətirmişlər, yaralı Rus zabiti. Deyir, çox şükür, işdə həb sağaldı yaran. Bax, nasıl mərhəmətlidir yaradan. Yaralı zabit deyir, ah, sağaldıqca artıyor kədərim. Məni məhv ediyor düşüncələrim. Yada gəldikcə ailəm, yurdum, sarsılır istirahətim, uyğum. Hələ sən, ah sən, sənin kədərin məndə iz buraxdı xeyli dərin. Çünki yalnız mənimlə uğraşaraq aqibət düşdün Arifdən uzaq. Fikir verin. Yaralı zabit deyir ki, həm öz ailəmi düşünürəm, həm də Xavərə deyir ki, sənin kədərin məni pis eləyir. Çünki sən mənlə uğraşmaqdan Arifdən uzaq düşmüsən. Fikir verdiniz də. Xavər də deyir, heç məraq istəməz, xayr, haşa. Bana sən mane olmadın əsla. Şu qəza doğru bir təsadüfdən, bəni talih ayırdı Arifdən. Bu sırada iki türk zabiti gəlir. İxtiyar da deyir, mərhaba. Bunlar salamlaşırlar və bu arada soruşurlar ki, kimdir bu yaralı zabit? Və Xavər deyir, kimsəsiz bir zavallıdır yaralı. İkinci zabit də soruşur ki, bir Lehistanlıdır ya bir Rus. Birinci zabit də deyir, kim bilir, bəlkə bir casus. Yaralı zabit də deyir, əfv edərsiniz. Xayr, nə bir Rusum, nə lehim, nə kirli casusum. Bir müsəlman, qazanlı bir türküm. Görsünüz, bu da türk imiş. Sadəcə Ruslar tərəfdən türklərə qarşı döyüşür də. Bəncə bir ya həyat, yaxud ölüm. Birinci zabit deyir ki, başqa millətdən olmuş olsan yenə əfv mümkündür. Amma türkün türkə atəş açmağını bağışlamaq olmaz. Onun cəzası ancaq edamdır. Xavər də deyir ki, aman əfəndim, inan o deyil öyle suçlu bir insan. İxtiyar da deyir, xayr evladım, olmayın əsəbi. Başqa pək başqadır onun qəlbi. Yaralı zabit deyir, nə tuhaf, ta küçük yaşımdan mən, millətim üçün zəfərlər özlərkən işdə talih. Mənim asılmam üçün şimdi siz hökm edərsiniz, lakin sizə mən vermək istəməm zəhmət. Və özünü öldürmək istəyir. Cibindən bir tapanca çıxarır. Xavər ah aman deyir və İxtiyara fikir verin. İxtiyar deyir ki, bütün cihan çılğın. Artıq İxtiyar görür ki, tək Arif deyil, hər kəs çıldırmış. Birinci zabit deyir, neymiş arkadaş, nə var, nə xəbər, var mıdır yoxsa başqa fəthü zəfər? Yəni, o yaralı zabiti, bu zabitlər imkan vermir özünü öldürsünlər. Bu arada içəriyə bir ərəb zabiti gəlir. Ərəb zabiti də deyir ki, bitdi artıq bütün səfərbərlik, bitdi qəhrəmanlıq və əskərlik. İşdə rahat zamanı gəldi bizim, dönüyor ordu kəndi ölkəmizə. Birinci zabiti, niçin, anlat, niçin bu? Ah canavar. Ərəb zabiti də deyir, açı vermiş hüdudu bolqarlar. Kepkə-bi talih eyləmiş də üful, İngilislərlə dolmuş İstanbul. Yaralı zabit deyir, sus yetər, ah xain alçaq, sus. Ərəb zahidi istehsalı və məmnun bir halda, sanki mən sustum, öylədir əfsus. Birinci zabit, bu hərif işdə daima bayquş. İkinci zabit deyir ki, zənn edərsəm o həm də pək sərxoş. Yaralı zabit sinirli və qızğın bir formada, ya sərxoş mu? Yox, inanma, xayr işdə. Götürür tapancanı, onu nişan alır və öldürür. Və yaralı zabit işdə bax nasıl ayılır. İxtiyar deyir, sən nə yaptın, nədir bu hal oğlum? İxtiyar gör ki, bu da yaralı zabiti bayaq müdafiə edir, gör bu da vəhşin biri. Sadə bir bayquş ağzı susturdum. Bir qüsur işdə, bulsanız haqsız məni edama, şimdi haqlısınız. Birinci zabit bu xəbərdən sevinci çoxdur və bunu öldürməyini çox bəyənir. O yaralı zabiti də qoşurlar özünə, götürüb gedirlər. Yoldan keçən bir nəfərə cənazəni göstərir İxtiyar. Axı bu ərəb zabitini öldürdü, yaralı zabit. Deyir ki, gəl kömək elə, bunu aparaq. Yox kimsə də deyir, mərhəmət və vicdan. Artıq İxtiyar bu qənaətdədir. Xavər də deyir ki, iblisə uyub əhli aləm, bütün əhlidə, bütün aləm. İblis deyir ki, insandakı nəfsi şümə daim, iblis olur, ancaq olsa hakim. Rəna isə deyir, Allah üçün eyləyin inayət, izlər bizi bir yığın fəlakət.
Vasif etinasız, yox, qorxuya ehtiyac. Rəna isə deyir, aman dur, tərk et də inadı, olma məğrur. Bak, arkadaşın çocukluğundan bir qurşuna oldu şimdi qurban. Vasif deyir, hər türlü qəzaya razıyım mən, qorxmam, fəqət öyle bir dənidən. Xavər deyir, kimdir əcaba o xain alacaq? Rəna isə deyir, Xavər, onu sorma, yer ver ancaq. Fikir verdiniz, aldınsa da Arifi əlimdən, hər yardıma işdə hazırım mən. Xavər əslində bilir ki, Arif Rəna üçün bunu tərk edib də və deyir ki, onu mən əlimdən alsam da yenə də sənə kömək eləyəcəm. Xavər onları içəri keçirmək istəyirkən iblis deyir ki, dur, getmə sakın, o dürlü yerlər həp şübhəyi cəlbü dəvət eylər. Qülbədəki həsiri bir tərəfə çəkər və yəni iblis eləyir bunu. Rənaya göstərər, deyir ki, gir haydi qızım, şu yerdə saxlan, İşte sana da geniş bir orman. Vasifə də deyir ki, sən də ormanda gizlən. Bu arada Arif gəlir və Xavərə görüb nə deyir görün. Bana bax, zavallı Xavər, bir söylə nədir bu halim üstər? Ağuşuma qoşmaq istiyorkən ürkdün neçin şu sərsəridən? Xavər isə deyir, qoşdum sənə sevgimdən, amma gördüm ki, sevilməyənlər əsla layiq deyil olmağa həm ağuş, yəni ağuşda olmağa layiq deyil, ürkdüm və geri çəkildim. O da deyir ki, Arif Xavərə, artıq yetişirdir, əff elə, mənim kusuruma baxma. Xavər sana etsə də pərəstiş, heyhat dönərmi bir də keçmiş? Oldun sənelərcə həp ənisim, bəsləndi səninlə fikri hissim, kölgən kimi həp peşincə qoşdum, eşqinlə qanatlandım da uçdum. Lakin bəni bir nigahə satdım, birdən-birə həp unuttun attım. Arif, niyə sustum? Ah, böyle. Bir söylə, düşünmə, söylə. Arif də heç nə demir, deyir, mənim bəlniyim bərbad olub, məlniyim yəni. Xavər də deyir, ben hiç o zavallı ixtiyarı bir ləhsə düşünmədim. Axı, ixtiyar da bunun babasıdır. O da deyir ki, Arif buna, dur, qəlbimi yaxma. Bəndən babana səlam edərsin, deyərsən ki, gəlmişdi, getdi. Yəni, getmək istəyir də. Xavər də deyir ki, hara gelirsən, hansı diyara? Arif də deyir, hiçliyə bir məzara. Xavər isə deyir ki, hiçliksə məramın işdə Xavər. Gülbəm dəxi bir məzarə bənzər. Yox, getmə, babam gəlir bu sayət. Dur, bir verəyim xəbər. Və özünü heçliyə bənzədir, gülbəsini isə məzara. Arif də deyir, nə hacət? Mən yerlərə keçmək istiyorkən, bilməm ki, nə bəkliyordur o bəndən. Of, qəmlərinə təsallı ol, hər dərdi unutmaq istərim mən. Yenə götürür cibinə, rakı şüşəsindən içir. İblis bu səfər Arifi görür, deyir ki, yahu, bana bax, nədir bu halət? Parlar kimi gözlərində dəhşət. Dur, səndə var işte saklı bir hal. Həm zənn edərim məraqlı bir hal. Aşiq misin oğlum, başla söylə. Əlbət bulunur da bir vəsilə. Arif isə deyir, heç sorma. Başımda macəra çox, dərdim, kədərim böyükdür. Bir qəmzəli işvəkara uydum. Əfsus o mənimlə könlü birkən, bir ləhsədə aldılar əlimdən. Bunun əlindən alanda Vasifdir. İblis deyir, lakin nə tuhaf, o nazlı afət etmiş sana iltica bu sayət. Arif deyir, ey mürşidi pir, fikir verin. Mürşidi pir, pir deyir bilsən. Əylənmə benimlə, sən də böyle. Ben çəkdiyim istirabı möhnət, yetməzmi bu sözlərə nə hacət? Heyhat, o mələk, o şeiri pərran, mümkünmü ənisim olsun əlan? İblis də deyir, bir yanda durub da bəklə dərhal, parlar sana da pəri amal. Və pəs həsiri bir tərəfə atır. Arif də gözləyir. İblis yəni Rənanın gizlətdiyi yeri göstərməyə çalışır. Görsəm onu bir də görsəm, İblis də deyir, dur söyləməm. Qapanı açır, başını qaldıran Rənaya, ah Nuri didəm, halın nə qədər də gəmli küskün, bir şey yemək istəməzmi könlün? Rəna isə su istəyir. İblis boş dəstiyi alır, pəkala, yox dəstidə hissi, yoxmuş əsla, saklan yenə, haydi görməsinlər, saxla baxalım, nə oldu Xavər? Qapağı indir və üzərini həsirlə örtər, gülbədən çıxarılır. Arif İblisin ayaqlarına qapanır, son dərəcə həyəcanlı. Bir xızırmı, ya mələk misən sən? Yalnız bunu bilmək istərim mən. Gördünüz, ona pir deyirdi, indi də deyirsən, xızırsan, yoxsa mələksən. İblis də deyir ki, heç sorma. O sirri şimdi sorma. Gəl, bəri gəl. Pək yaxında durma. Və bu zaman Xavər gəlir içəri. Xavərə deyir, gəldimi? O da deyir, evet. Arif də deyir ki, nə xoş təsadüf. Xavər isə deyir, Arif, nə ararsın orada? Arif, saxlanma burada bir mücəffər. Könlüm onu şimdi bolmaq istər. Hər söylədiyim bir müəmmadır. Yox orada öyle bir şey. Arif də deyir ki, var. Axı İblis göstərdi yerini qızın. O məzar içində deyir, bir hur var. Yəni, qızı nəzərdə tutur. Xavər isə deyir, nə çabuk dəyişdi halım, bilmirəm nədir sənin xəyalın. Arif isə Xavəri birinci qovur. Xavər isə deyir ki, sən getməlisən, mən yox. Arif də deyir ki, bu mümkün deyil. Xavər də deyir ki, yox, onu heç bıraxmam əsla.
Sən əski inadın üzrə hala. Xavər bir kərə düşün də ah qəddar. Arif isə neynir? Şiddətlə bunu bağırır və yenə qovur. Xavər isə deyir ki, sərxoşmusan nəsən? Sərxoş idi da, çünki içmişdi. Və axırda Xavər yenə əl çəkmir. Arif nə qədər qovsa da mümkün olmur. Bu səfər Arif Xavəri tutur boğazından, onu boğub öldürür. Rəna isə çıxır, Arif üzər həsiri götürür, Rənanı çıxardır. Amma Rənaya fikir verin, heyrətlə başını qaldırır. Arif onun əlindən tutub çıxardır. Bu hissəyə fikir verin, arxası cənazəyə doğru. Yəni, Rəna Xavərin öldüyünü görmür. Deyir, neredeydin? Arif de deyir, gəl gedəlim, sonra gəl. Yəni, sonra danışarıq. Bir dəqiqə. Gəlsə də zənnimcə bu yer pək əmindir. Arif deyir, İbn Yəmin gəlcək, Rəna deyir ki, bu yer yaxşıdır da. Arif isə deyir ki, yox, burada durulmaz, qaçırlar. Bu arada içəriyə təbii ki, İbn Yəmin gələcək. İblislə İbn Yəmin danışırlar. Deyir ki, şimdi gəlir, yoxsa bir əmrim mi var? İbn Yəmin deyir ki, durma, həmən bul, ona var çox sözüm. Və Xavərin cənazəsini görür. Ah, o nə, yanlış görüyormu gözüm? Var şu cinayətdə yəqin bir səbəb. Söylə, onun məhvinə kimdir səbəb? İblis isə bildiyi halda deyir ki, bilməm əfəndim, xayr, əfsus əbəd. Həb şu dəni vəhşədə bais fəqət. İbn Yəmin kim əcəba, kimdir o xain rəzin? İşvəli Rənaya uyan bir səfil. Fikir verin, adın çəkmir, Vasifdir, yoxsa Arifdir. Amma deyir ki, birinci deyir, bilmirəm, sonra da deyir ki, İşvəli Rənaya uyan bir səfil öldürüb onu. İbn Yəmin də deyir ki, nərdədir onlar? İblis də deyir ki, qaçıb getdilər. İxtiyar o arada gəlir və görür ki, nəvəsi ölüb və başlayır təbii ki, ahvaya. Deyir ki, sana kim qıydı, aman söylə, qucaqlayıb öpür. Döndü qaranlıq gecəyə, gündüzün daha fərq etmiyor əsla gözüm və ağlaşır. İnsanların vəhşi olduğu ilə bağlı danışır və yenə də Xavərə müraciət edir. Bununla da bu pərdədə bitir. Deməli, üçüncü pərdəmiz necə oldu? Yenə İxtiyar Şeyxin qülbəsində oldu. Bu səfər artıq Rəna ilə Vasifin gəlməsi, İblisin bunlara yer göstərməsi, Rənanın gizlənməsi, sonra Arifin gəlməsi, Xavəri öldürməsi və Rənanı çıxartması. Dördüncü pərdə isə bir ormanda baş verir. Çünki qızla oğlan, yəni Ariflə Rəna qaçıb gəlmişdilər. Burada haydutlar bunların qabağını kəsirlər. Elxan imkan vermir. Təbii ki, bu danışıq hissəsində ən önəmli şey Rəna ilə diyaloqudur. Rəna deyir ki, bunun əlində çoxlu qızıl olur da, cibindən bir revolver çıxardır. Heç qorxma deyir, yanımda silah var. Rəna isə deyir ki, nereden sana bu sərvət? Və təbii ki, qızıl var. Arif də deyir ki, bir arkadaşımdan oldu qismət. Yoldaşdır mənimlə bir Yahudi, pəncəmdə həlak olub boğuldu. Sərraf idi, həm də xeyli zəngin. Düzdür, biz əsərdə bu səhnəni görmürük. Amma öz dili ilə Rənaya deyir ki, onu boğub öldürdüm və bunlar da mənə qaldı. Rəna da deyir ki, sus, bu sözlər sənin üçün ləkədir. Yəni, bunca vəhşət 5-6 qızıla görə idi. Arif isə deyir ki, vəhşət deyil, cəsarət. Artıq Arifin görürüz ki, biz sona doğru necə vəhşiləşdiyini görürük. Rəna isə deyir ki, mən beylə nəvaziş istəməliyim. Bu arada haydutlar ortaya çıxırlar. Haydutlar Arifdən həm qızı istəyirlər, həm də qızılı istəyirlər. Bu arada kim müdaxilə edir? Elxan. Və Elxan haydutları qovur. Rəna ilə Arifə deyir ki, narahat olmayın, rahat olun. Rəna deyir, ah əfəndim, nə mərhəmətlisi, sizə qəlbən təşəkkür edirəm. Arif də deyir ki, parlıyor çöhrənizdə fəzl-ü zəka, sizə haydut denirmi? Yox, əsla. Elxan da deyir, doğru, pək doğru, heç yanılmadınız, deyilim haydut. Və Elxan burada kim olduğunu deyir. Deyir ki, etdim isyan, bir əskəri qaçağım, yurdum orman, mağaralar, yatağım. Arif də deyir, bir səbəb varmı? Elxan da deyir ki, var. Bir ərəb zabiti, bir xain. Mən onun xəyanətini açarkən, bu da məni astırmaq istəyir. Mən də buna görə qaçaq düşmüşəm. Elxan da deyir, dur etməyin əcələ, söylə kimsin, adın nə? İbn Yəmin öz adını deyir, Elxan da deyir, bəni astırmaq istəyən şu ləyin, işdə bir av ki, izlər avçısını. Oldu məmnun könlüm, görüncə səni. İbn Yəmin deyir ki, aman əff et, qüsurluyam Elxan. Elxan deyir, hiç təlaş etmə, sayıqsız qaplan. Çünki yox üzrə ehtiyac artıq. Siz neçin gəldiniz? Birinci aydut deyir ki, bəyim, azacıq rəqs edərlər də könlünüz açılır. Elxan deyir ki, mən deyil.
Rəqs üçün o pək paydır. Yəni İbn Yəmini göstərir. Düşünür işte, bak nasıl qəmgin. Oynayın, nəşələnsin, əylənsin. Bir qız aşağıdakı sözləri oxuyur. Ben bir qızım, hep ruhumu yaldızlar, gündüz çiçəklər, gecələr yıldızlar. Yəni lirik parça var, uzun sözün qısası. İblis məmnun qəhqəhlərlə deyir, bir leyfə ki, işte pək bəyəndim. Elxan deyir, yahu səni kim bıraxdı? İblis de deyir, kəndim. Fikir verdiniz. Arif Elxana deyir ki, o bir mürşüddür, sahibi kəramət və iblisin əlini öpür. Xoş gəldin, aman, nə mutlu sayət. Hətta Rəna da bunun əlini öpür. Yormuş sizi şübhəsiz bu yollar. Çünki axı güya bunlara iblis yanından kömək edirdi. İblis də yarım qəhqəhə ilə yox deyir, zənn edər, səhviniz var. Deyir, dağ, daş bunlar mənə əngəl olamaz. Elxan da deyir, kimsin əcaba, səndə ki var böyle məharət. İblis də deyir, mən hisslə doğan bir ulu qüvvət, ulu qüdrət. Bir qüdrət-i külliyə ki, aləm bana bədxax, dünyada əgər varsa rəqibim, o da Allah. Fikir verdiniz, hər din ilə, məzhəblə, siyasətlə, cihanda, yəni özünün iblis olduğunu deyir. Elxan deyir, şöhrəndə əvət nuri daha olmada məşhud derdim, mən əsatirə inansam sana məbud. Deyir, mən yalana inansam sənə məbud deyərdim. İblis də deyir, məbud deyil, aləmi sarsan ulu mövcud, mövcud deyil, bəlkə vücudi əda malud. Olduqca müşəvvəş, deyir ki, sən zahiri halın bir abidi andırır. İblis də deyir ki, röya kimi hər an olaraq zahiri qayib, mən şərqdə abidəm, qərbdə rahib, gah qazi oluram, yəni fitnələr edirəm və s. özünün müxtəlif xüsusiyyətlərini deyir. Və axırda məlum olur ki, bu iblis imiş, ətrafdakılar qorxu və heyhat içində görünürlər və deyir ki, işte fəlakət, ona sürət, nə qiyafət, Elxan onlara, yox, sən edərəm bunca təlaş etməyə hacət. Arif bu zaman iblisi tanıyır, deyir ki, eyvah, ona yaxlaşmayın əsla, odur iblis, iblis, o əvət cümlə fəlakətlərə bais. İblis də deyir ki, şərqin əsəbi çöhrəzi bilməz ki, nə yapsın, bilməz ki, sağır göylərə yaxud bana tapsın. Sən həm əl öpər, həm də qaçarsın, bu nə halət, ilk öncə məhəbbət, fəqət sonda ədavət. Çünki bunu tanımayanda bunun əlini öpürdü, deyir ki, bu mürşidi kamildir. İndi görəndə ki, iblis bundan qorxur. Elxan da deyir ki, bu nasıl qəhqəhə, kimdir o, bakın. Və bu zaman ixtiyarı görürlər. İxtiyar artıq biraz dəli vəziyyətinə gəlib, çünki nəvəsi ölüb və deyir ki, mən Xavərin qatilini axtarıram. Elxan da deyir ki, söylə at, söylə bilinsin dərdin. İxtiyar da deyir, intiqam istəyərəm. Elxan da deyir, kimdən? İxtiyar da deyir, Tanrıdan, yırtıcı sərsəmlərdən, şu batan qanlı günəşdən, göydən. Çünki bilmirlər kim olduğunu. Bunu öldürənin. İblis də deyir, fəzlə, pəb fəzlə, bütün qəhrini yaz, üzülüb durma, o heç aldırmaz. Bir çocuqdur ki, o pək bir pərva, bir oyuncaqdır onun üçün dünya. Elxan da deyir, bir xəyal işte, mühal olsa da mən, Tanrı olsaydım əgər gerçəkdən, bunu Elxan deyir. Ya bu insanları xəlq etməzdim, əgər etsəm yaşadardım daim. Şad məsud. Deyir ki, şad və məsud yaşadardım da insanları. Deyir ki, hə fəqir olmalı, yaxud zəngin, hə həkim olmalı, yaxud nadan. İblis isə deyir, səni pək aldatıyor hissiyat. Öyle yekrəng, yəni bir rəng, keçsə həyat, bıxar insan yaşamaqdan yorulur, yaşayış bəlkə də mənasız olur. Baxın, görün, iblis necə fəlsəfə fikir deyir ki, yəni bu formada düşünmə, yanılırsan bu düşüncə ilə. Deyir, əgər belə düşünsən, onda həyat bir rəng olar və mənasız olar. İxtiyar da deyir, mənə imdad edin. İblis də deyir ki, əgər o xaini tapsaq, nə eləyərsən? İxtiyar da deyir, ona verirəm türlü cəza, didərəm, parçalarım. İblis də deyir, mən sən olsam onu həp əff edərim. İbn Yusif diri olsaydı əvət, o da əff etməni istərdi fəqət. Burada yəni İsa Peyğəmbər nəzərdə tutulur. Deyir, İsa da dirilib gəlsəydi, yəni Yusif də dirilib gəlsəydi, o da səni əff etməyi istəyərdi. İblis güya ağıllı olub, ixtiyara deyir ki, sən həmin adamı əff elə. İxtiyar da deyir, atdım insanlığı, mən də oldum canavar. İntiqam istərim, ancaq bu qədər. Bu arada Xavərin xəyalı görünür, intiqam istəyir. Və birazdan qəhqəhlər eşidilir və biraz səs gəlir. Elxan deyir ki, gör o kimdir? Birinci haydut baxır, deyir ki, o da başqa bir yigit İbn Yəmini göstərir. Buna düşman kəsilən bir zabit. Vasif və İbn Yəminin çavuşu 2 nəfər başqa haydutla gəlir. Elxan deyir, Vasifə deyir ki, gəl, yaxın gəl, əcəba söylən için buna kim bəsləyərək izlərsin. Heç mərak etmə əzizim, burası işte haydut və qaçaqlar yuvası. Vasif isə deyir ki, bu zalım xunxar babanın qatili olub. Fikir verin, babasının qatili olduğunu Vasif Rənaya deyir. Gördünüz?
İbn Yəminin babanın qatil olduğunu Rənaya deyir. Rəna da İbn Yəminə canavar deyir. Vasif də deyir ki, bana anlattı şu sadiq əskər. Vasif hardan bilirmiş? Bu əskər bilirsə hansıdır? Çavuş İbn Yəminə deyir, bu əskər çox təhlükəlidir. Bax, həmin əskərdir. İndi də Vasif deyir ki, mənə anlattı bu əskər. Cibindən də 2 məktub çıxardı. Deyir ki, bu kağızlar da bunun isbatıdır. Elxan da deyir ki, həyəcanlanmayın. Deyir ki, qanı yerdə yaradan qoymaz. İblis də deyir, əvət, əslən də, əzəlsən də, əvət, yenə adildir, o müthiş qüvvət. Rəna da İbn Yəmini yaralamaq istəyir, küçük bir xəncərlə. Kim idi bunu? Başqa kim idi yaralamaq istəyən? Kimi öldürmək istəyirdi? İsmət Muradı öldürmək istəyirdi ana əsərində də. Rənaya kim əngəl olur burada? Elxan. Orada isə Səlma ana əngəl olurdu. Elxan burada deyir ki, sənə yaraşmaz bu. Yəni özü öldürəcəkdi onsuz da. İbn Yəminə də yer göstərir ki, sən də dur bura. Bu arada növbətçi gəlir. Bir neçə adam gətirir. Deyir, bunlar kimdir? Növbətçi başlayır ki, şu papaz ermənidir. Vaxtilə Ermənistandan daşmışdır qurşun, həm də İncil deyə. Yəni, Quran dini kitabın içində güllə daşıyıb. Elxan da deyir, ya eşq olsun, nereden aldın o hissiyatı? Verdim, İncil mi bu təlimatı? Papaz da deyir ki, suçun varsa əffilin. Elxan da deyir ki, vəkilə, yəni hər şeyin cavabı olacaq da. Növbətçi bu səfər deyir ki, bu Fransız tərəfindən casus, Ərəbistanı köprüdən uşaqdan bir yahudu sanırım, həm də xaxam. Elxan da deyir ki, bu da Tevrata uyan bir dəccal. Elxan hamısına deyir ki, yəni gözləyin, sizə də sıra çatacaq. Növbətçi deyir, İngilis dəllaldır, İranda nəşri əfkar ediyormuş. Elxan da deyir, əcaba, şu dəni məslaki bir söylə, hocam, hangi Quran sana etmiş ilham? Şeyx də deyir ki, bəni aldatdı bəyim nəfs, çaldı vicdanımı xain iblis. İblis də deyir, iftira, həm də nə abdalca yalan. İblis də oradadır, deyir ki, mənə şər atırlar. Elxan da deyir, sus, yetər, həmin şeyxə deyir. Növbətçi deyir, doludur heybəsi altın, sərvət. İblis də deyir ki, onların tanrısı altındır, əvət. Burada xəstə qadın var. Bəyim, Allahı sevirsən lütfən. Bizə yol ver, gedəlim erkəndən. Növbətçi də deyir ki, Kərbalaya gidiyorlar bunlar. Şu qadın xəstə səqət oğlu da var. Burnu sarılı çocuq göstərir. Çürüyüb, burnu dökülmüş yaradan. İnildəyən anasına işarətlə. Bu da həp böyle, inildər hər an. Elxan da deyir ki, bunca zəhmət nə üçün? Yəni, həkimə getmək varkən durub Kərbalaya gedirlər. Onları da düzür sıraya və bunların hamısını öldürmək əmri verir. Deyir ki, indi sizin hamısının çarası tapılacaq və atəş əmrini verir. Hamısı bunlar ölürlər. İblis deyir, xilqət atəşlə yaşarkən heyhat, bunlar atəşlə qılar tərki həyat. Deyir, xilqət atəşlə yaşayır, bunlar isə atəşlə ölürlər, yəni güllə ilə. Elxan Vasifə İbn Yəminin cənazəsini göstərir. Bana bax, izləməsəydin də dəmin ələ keçməzdi İbn Yəmin. Xeyridir, məmnunum səndən. Nə diləyirsən məndən? İblis də Rənanı göstərir. Deyir ki, o gözəl afətə məmnun şu çocuq. İşdə sən, işdə o. Heç məna yox, maniyə. Bu arada Arif heç dayanar, necə maniyə yoxdur. Arif də deyir ki, elə şey olar. Qızı bu da istəyir axı. Rəna düzdür, ona deyir ki, mən babamın qatilini qutarıb deyə, tapıb deyə Vasifi seçirəm. Amma Arif də deyir ki, bunlar boş bəhanələrdir də. Axırda Elxan nə deyir? Deyir, heç təlaş etmə əzizim, bir durun, bakalım sevgili Rəna nə diyor? Sözü yəni Rənaya verirlər. Rəna deyir ki, Arifə, sən mənim əski bir pərəstişkarım. Sonra isə Vasifi göstərdi ki, bu isə yeni dildarım. Deyir, mənim tanrımla bir əhdim var. Bulsa hər kim babamın qatilini bil ki, məmnun edər, ancaq o məni. İblis də Vasifə işarətlə, əvət, əlbəttə onundur Rəna. Arif isə yetişir vəsvəsə, vəzvətmə ona. Nə demək? Sən bu çürük lafı burax, Rənaya deyir. Yox, bu mümkün deyil əsla. Bir düşün, əldə dururkən şu silah, böyle təhqirə dayanmam. Axırda Vasiflə Arif bir-birlərlə cəngə çıxırlar. Yəni, bunu bilirsiniz də, yəqin, silahla. İkisi də dönürlər arxalarını və Arif Vasifi vurur. Rəna da deyir ki, Vasif eyvah deyəndə Arif şaşqın, nasıl Vasif mi deyir? İblis də cavab verir. Öyle ya Vasif. O Vasif ki, səni eşqi yıllarca əsir etmişdi. Sana qurban oluyor, bax şimdi. Arif o zaman Vasifə yaxlaşır və qardaşı olduğunu anlayır, amma artıq gec idi, çünki Vasif ölür. Rəna da deyir ki, of Arif, İblis isə başlayır, bir zamanlar cəbarrut aləminə həp uçar, həp öyünürdün də, bu nə? Vurulur bir qıza, pəpus oldun, xırsız oldun, meyə mənus oldun, haqqı vicdanı bıraxdın, getdin, o səfilin qızını məhv etdin, bütün günahlarını İblis üzünə deyir. Arif də deyir ki,
Bu sözlerin məni qəhr ediyor. İblis ise bu zaman der ki, dinlə bir bak şu həzin səs nə diyor. Və bu zaman bir səs eşidilir. Arif axırda deyir, eyvah, ölülər rəqs ediyor. Vasif belə, xavər belə rəqs etmədə heyrət. Hətta şu üfüqlərdə sönən qanlı günəş də həp rəqs ediyor. Musiqi üstü rəqs bitir, ölülər səhnəni tərk edir. Sonda isə iblisin nitqi ilə yekunluyur. Həp rəqs ediyor qanlı günəş, qanlı üfüqlər, həp rəqs ediyor halə qəmər, pəmbə şəfəqlər. Rəqs etmədə həp şeir daha hüsnü lətafət və ən sonunda da bu sözləri deyir. İblisin sözlərini davam etdiyi sırada Arif əsəbləşir, xırçın hərəkətlərlə, məzmunanə baxışlarla diqqəti cəlb edir və Rəna bu səfər iblisə qışqırır ki, söyləmə. Bütün ümumla cəmaat da iblisə deyir ki, sənsən bu günahkar, hər şeyin baisi. İblis isə deyir ki, İblis, o böyük ad nə qədər calibi heyran. Deyir ki, hər ölkədə, hər dildə anılmaqda o şəhrət. Həp Kəbədə, bütxanədə, meyxanədə iblis. Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət. Hər kəs bana aciz, qul ikən bəslər ədavət. Sonda isə deyir ki, bu qədər ki sizin aranızda alçaq insanlar var, iblisə nə ehtiyac var? Sonda isə görün nə deyir? İblis nədir? Cümlə xəyanətlərə bais. Ya hər kəsə xain olan insan nədir iblis? Və iblisin qəhqəhələri, bununla da əsərin pərdəsi bitir. Ümid edirəm ki, video sizə faydalı olacaq. Sağ olun, salamat qalın.